və zamana görə dəyişmir. Demək ki, dəyişmir. Feili sifət və məsləri keçmişdir. Bu günlər biz feili bağlamaq keçəcəyik. Feili bağlamanın məslər və feili sifətdən fərqli cəhətləri var. Nələrdir fərqli cəhətləri? Fərqli cəhətlər ondan ibarətdir ki, məslərlə feili sifət cümlə özünə görə baş yüzü vəzifəsini çıxış edə bilir. Yəni, məslər mübtədə də ola bilir, xəbər də ola bilir. Feili sifət mübtədə də olur, xəbər də olur. Amma feili bağlama cümlə özünə görə baş yüzü yox, yalnız və yalnız cümlə özünə görə nə olur? Zəhli vəzifəsini çıxış edir. Bu birinci fərqdir. İkinci fərqdir. Məslər və feil sifət biz deyək ki, qoşma ilə işlənə bilir. Yəni, məsələn, deyirəm ki, oxumaq üçün məslərə üçün qoşması artırılır, oxuyan üçün feil sifət üçün qoşması artırılır. Demək, qoşma ilə işlənə bilir. Amma feili bağlama qoşma ilə işlənə bilmir. Bu da ikinci fərq. Daha sonra, üçüncü fərqi nədir? Feili bağlamalar cümlə özünə görə yalnız və yalnız səhvlik olur. Hallanmır, cəmlənmir, məs və fiil dəyişmir, xəbəri şəkilsi qəbul etmir. Bu da digər bir fərqi. Feili bağlama, feilin və zərfin xüsusiyyətlərini daşıyır, feilin, bir də zərfin xüsusiyyətlərini daşıyır. Feilin xüsusiyyətlərini daşıyır deyilirsə, deməli, təsirli, təsirsiz olur. Təsdiq, inkar olur. Qrammatik məna növlərin şəkilçilərini qəbul edir. Zərfin xüsusiyyətlərindən isə hərəkətin tərzini, zamanını, yerini bildirir. Bax, zamanını, səbəbini, bəzən məqsədini, kəmiyyətini də bildirə bilər. Məsələn, o doyunca yeyir, yəni nəyi var, yeyir, doyana qədər. Yeri partlayana qədər yeyir, favor şəkildə. Doyunca, doymaq sözün kökü unca feil bağlama şəkilsidir. Deməli, kəmiyyətini də bildirir. Daha sonra, cümlə özünə görə zərflik olur. Zərflik olur. Mübtəda olmur. Xəbər olmur. Tamamlıq olmur. Təyin olmur. Olur yalnız və yalnız nə? Zərflik. Feil bağlama şəkilçiləri hansılardır? Biz deyək ki, məsələ feil bağlama şəkilçiləri qrammatik şəkilçiləri düzdür. Feil bağlama şəkilçiləri hansılardır? Şəkilçiləri ınca, südür, anda, əndə, arkən, ərkən, madam, mədən, üstü 4, muş üstü 4, daha sonra arak, ərək. Sonra ə şəkilçisi. Ar, mal şəkilçisi. Ər, məl şəkilçisi. Bəli. Dıqda, dikcə, dıqcə, dıqca, dikcə. Sonra dıqda var. Sonra nə var? Anda. Anda Muşdu da, orada mankar vardır, olmamış şəkilçisi. Sonra Cacə var. Cacə, unca doyunca. Yox, məsələn, türkcə danış. O zərfçədə neçə şəkilçidir? Hə. Düzdürmü? Və say. Əslində şəkilçilərin sayını artırmaq mümkün. Əsas lazım olanlar bunlar. Deyil, baxaq. Gələr, feili bağlama şəkilçiləri biz bilməliyik ki, birinci əvvələ bizə saxlayın ki, feili bağlama şəkilçilər feillər artırılır. Məslər də feil sifətdə həmçinin feillər artırılır. Məsələn, deyirəm ki, deyirəm ki, sözün 2 olunca, sözüm 2 olunca deməsəm yaxşıdır. İstədirikdə düzdür, deməsəm yaxşıdır. Dilinizə yoxdur bu ifadə? Var da, düz deyilmi? İndi baxın, olmaq sözün kökü bunca nə şəkilsi olacaq? Feili bağlama.
Aldı əlində. Gələndə, məsələn, deyəndə, pis olursan, deməyəndə, yaxşı. Deyəndə, pis olursan. Nə zaman? Sual verin, nə zaman? Deyəndə. Nə tərzdə? Tərzdə. Deyəndə, sizə görə ki, anda. Nə məzmunu bildirdi? Zaman məzmunu bildirdi. Deyirəm, gələrkən səni görmədim. Gələrkən. Nə zaman? Nə zaman? Baxın, nə məzmunu bildirdi? Zaman məzmunu. Zaman məzmunu. Görmədim. Madam mədən. Deyirəm ki, bilmədən danışma. Bu tərzdir. Bəli, nə tərzdə danışma. Bilmədən deyil, bilmədən danışma. Bəyalar tərani bilmədən iddia edir ki, mən təsirindən təsirli. Təsirsizdən təsirli icbar. Amma mən deyirəm ki, təsirsizdən təsirsiz yaranır. Nə deyirdi? Tərane deyirdi ki, İcbar. İcbar növüdə mən təsirsizdən təsirli yaz nəyi, yazdır nəyi. Özümüzü buradan öldürür ki, yox əsərdirsin, yenə tutub inatkarlıq düzdür. Və yaxud da, aydan və yaxud qarışdırım, qaydışmırdı, hə, aydan. Qarşı və qarşı. Qarşılaşdılar, orada şəkilçisi var da, qaydiş növüdə. Yox, müəllim, ağlım gedir başqa işə. Deməli, nə deyirdi ki, bilmədən danışmaq. Düzdür? Yerinədir, hə? Ilısıdır. Ya, ilısıdır da onun şəkilçisi idi. Nə idi? Nə idi keçmiş zaman? Düzdür? Ilısıdır nə idi? Başqa. Keçmiş zaman şey. Yazılı bağlamaq, feyli bağlamaq. Ya bak, feyli bağlamadırsa xəbər mövqeyi çekilə bilməz. Deyirəm ki, o bunu deyib. Neydi? Deyib. Burada keçmiş zaman Nə şəkilçisidir. deyib bunu? Burada bitti, fikir tamamlandı. Deyir sözün kökü nə şəkilçisidir? Nə olacaq? Zaman şəkilçisi, düzdür? Deyib. Sonra getdi. Bu olar. Getdi. Nə etdi? Getdi. Ki bu. Nə tərzdə getdi? Bunu Bu deyib getdi. Bir. Mış da elə olacaq. Ha, deyəcəm bunda. Baxın, burada parçalamadır. Benim ara görüşüm əvəz İndi ona gəlirəm. Ara gələklə də əvəz edə bilərsin. Məsələn, o bunu deyərək getdi. Nə tərzdə getdi? Deyərək. Deyərək. Baxın, tərz. Tərz. Tərzi hərəkət. Sonra, muş üstüdür. Nəqli keçmiş zaman. Sonra, feyli sifər. İmişin qısaldılmış forması direksiz şəkilçi olurdu. Düzdür? Nəqli keçmiş zaman kimi. Deyirəm ki, dünənki hasidə bir qədər ötmüşdür. Bir qədər vaxt ötmüşdür. Burada olur nə? Dünənki hasidə bir qədər vaxt ötmüşdür. Hadisədən xeyli vaxt geçmişdir. Nə etmişdi? Geçmişdi. Biz dedik ki, feyli bağlama xəbər ola bilir, ola bilmir, düzdürmü? Deməli, nə etmişdi? Geçmişdi, xəbər. Bu, feyli bağlama ola bilərmi? Ola bilməz, çünki xəbər mövqeyidə çıxışır. Keçmək sözün kökülmüş, nəqli keçmiş zaman, düzdürmü? Bu getdi. İndi baxın. Feyli sifər kimi deyirəm ki, oxunmuş əsər çoxdur. Çoxdur. Nə? Əsər. Necə əsər? Oxunmuş. Burada nə edir? Feyli sifət. Çünki sifətin sualına cavab verir. Çünki özünə görə təyin olur. Bir də var ki, deyirik ki, feyli bağlaman deyəcək. Hə. Bir də var ki, deyirik ki, baxın, deməli, işlətdik nə kimi? Nəqli keçmiş zaman, feyli sifət kimi. Qaldı imiş. Məsələn, deyirək ki, bu söz çoxdan deyilibmiş. Çoxuna deyilibmiş və yaxud da. Çoxuna deyilibmiş. Burada nə olur? Demək sözün kökü illeksik, məqsuddur, düzdür. İl nəqli keçmiş zaman, bir sözdə iki dənə zaman və yaxud da iki dənə şəkli şəkilçisi ola bilməz deyə bu nə olur?
imiş, işlətdik mi, işlətdik. İndi gəldik feili bağlama söhbətinə. Feil bağlama söhbəti kimi bilirsiniz necə? Tabiri mürəkkəb cümlə 9-cu sinifin materialında keçəndə biləcəksiniz. Əslində tabiri mürəkkəb cümlənin mən deyərdim bir qısaldılmış formasıdır. Baxın, hadisədən xeyli vaxt keçmiş. İndi bunu mən tabiri mürəkkəb cümlə halına salıram. Deyirəm, hadisədən xeyli vaxt keçmişdi ki sən gəldin. Bu birinci. Bir də var yazıram, hadisədən xeyli vaxt keçmiş sən gəldin. İndi bu cümləyə baxırıq. Baxın. Hadisədən xeyli vaxt keçmişdi ki, sən gəldin. Mürəkkəb cümlədir. Nə etdin, gəldin? Kimsən? Nə zaman gəldin? Nə etmişdi, keçmişdi? Nə keçmişdi? Vaxt. Nə qədər vaxt? Xeyli. Nədən keçmişdi? Hadisədən. Bunu parçaladım. Çünki mürəkkəb cümlə. Birincisində, ikincisində. Hərəsini ayrı təhlil edeyim. Malama baxmıyordu. Düzdür. Bir də var ki, hadisədən xeyli vaxt keçmiş sən gəldin. Nə etdin, gəldin? Kimsən? Sən nə zaman gəldin? Hadisədən xeyli vaxt keçmiş. Baxın, nə zaman? Zaman məzmunu bildirən şəkilçisi, feilci bağlama şəkilçisidir burada. Bilirsiniz, bax, burada D ilə K-ni ilə birlikdə ixtisara salıb da, bax, burada. Gördünüz, tabiri mürəkkəb cümlənin içərisindən çıxardı, bunu salır, bax, bu formaya. Olur nə? Zaman məzmunu bildirən feilci bağlama tərkibi. Aydındır. Bu da belə. Sonra gəldik ara qərək məsələsinə. Ara qərək. Yola, diqqət yetirirsə, mən 2 dəfə yazmışam araqa. Və vurğu məsələsi əslində qoymuşam. Birində vurğu 1-də, birində vurğu 2-dədir. Qaçaraq gəldi. Deyirəm, o qaçaraq gəldi. Qaçaraq gəldi. Vurğu araqdakı birinciyə düşərsə, olur qaça-qaça gəldi, qaçaraq gəldi. Qaça-qaça mənasındadır. Burada olur feili bağlama. Və feili bağlamadırsa, ondan sonra vergül olmur. Amma deyirəm ki, o qaçaraq gəldi. Yəni tez, cəld, sürətlə mənasında deyilsə, qaçaraq gəldi. Burada araqdakı vurğu ikinci anın üzərində, araqdakı anın ikinci anın üzərində düşərsə, zərf olacaq. Və vurğu, burada artıq vergül qoyacaq. Bax, buna diqqət edin. Feili bağlama olarsa, vurğu qəbul edəcək bir verməyəcək. Çünki bilmirsiniz, axısında məzmunda nə işləyir. Məzmunu verməyə bilər, siz artıq vurğusu ilə təyin edəcəksiniz. Sonra qoşu bacılar. Deyirəm ki, gülə-gülə getdilər. Uşaqlar, baxın, yadınıza saxlayın. Qoşa işlənir. Birincidə olur, ikincidə olur, yəni bu feili bağlama ola bilməz. Deyirəm, onlar yan-yana otururlar. Mən bunu feili bağlama götürə bilərəm. Yox, burada yandır, burada yanadır. Düzdür. Burada zərflikdir. Nə tərz otururlar yan-yana, tərzəlikdə zərf verir. Amma deyirəm ki, ocağı yana-yana qoyma. Yanaraq mənasındadır. Bəli, orada hər ikisində də A şəkilçisi gözünüzü... Ara qərək şəkilçisini əvəz eləyə verirsə, feili bağlamadır da. Bəli. Aydındır. Sonra tərz məzmunu bildirir. Armaz. Gələr, gəlməz. Çatar, çatmaz. Gələr, gəlməz. Məsələn, o mənə Bakıya çatar, çatmaz mənə xəbər elə. Nə zaman? Eyni feylə armaz şəkilçisi artırılarsa, onda bəs gedər gəlməz? Səni görüm gedər gəlməzə gedəsən. O hansı bilirsin? Cəhənnəm. Tahtalı göy. Yəni belə deyək də gedir gəlməz. Lap belə cənnətə də getsə gəlmir. Cəhənnəm cənnət anlayışları biraz absurd anlayışlardır. Yəni axirətə qovuşmaqdır, belə deyək də dünyasını dəyişir. Tahtalı köy də mənim. Təbii ki, edilmir, qayda bilmir. Sonra gedir sənin görüm gedər gəlməzə gedəsən.
hə? Gedib onu gələ bilmirdi. O gedər gəlməz nə olur? Hə, isim. İsim. Amma çatar çatmaz yeri indi feili arma artırılmalıdır. Aydındır. Bu olur nə? Feili bağlama. Bu belə. Sonra uşaqlar, dilimizdən elə sözlər var ki, zərflə onu qarışdırmamaq ötürü. Feili bağlama ilə zərfi. Belə deyək, müəyyən bir sözlər var. Onun üçün özür əsasında təmin edilir. Feili bağlama yoxsa zərf mi? Cümlə əsasında təmin edilir. Bax, məsələn, mən siz səhv edin, deyəm, mən bunu dönə-dönə demişəm də, fırlanaraq deməmişəm ki, yox. Dönə demişəm, demək. Mən bu sizə dönə-dönə. Bir də var ki, deyirəm ki, maşın dönə-dönə yerinə gəlib çatdı. Yəni dönə-dönə fırlana-fırlana çatıb da. Dönərək mənasındadır, bəli. Dönə-dönə gəlib çatdı. Yerinə. Dönə-dönənsə dəfələrlə əvəz edə Əgər bilərik. dəfələrlə sözü ilə əvəz edə bilirsənsə, dəfələrlə... Bu zərfdir. Zərfli feili bağ. Ha, o zərfdə aşağıdakı feili bağlamadır. Dönərək mənasında, fırlanaraq dönərək mənasında. Məsələn, uşaqdır da, görürsün ki, xoşuna gəlir. Belə deyil də, əlin nəsə tutaq ki, qənd verirsən, yəni sizin şirini konfet verəndə. Deyirsən ki, bir dənə fırlan, sənə konfet verədim. Uşağın konfetlər şirindən mütübəyə gelir də. Başınıza gəlir belə bir şey. Gəlib onu boynunuza almışsınız, hə? Ay, sənin gözlərini çok ödər. Hə, əslində dönə-dönə orada fırlanaraq. Konfeti alana qədər uşaq fırlanır. Artıq konfeti yiyəndə bilmirəm, ürəyə bulansın, yesin, yeməsin, bir qəribə hallar baş verir də. Dönə-dönə gəlib çatdı deyirəmsə, hə? Dönməkdən dönəni parçalayıram. Baxın, ayıra bilirəmsə, bu olur feili bağlamaq. Aydındır. Sonra,